Xoş gördük sizi. Deməli, bugün biz yenə çox maraqlı bir dərin təhlilə başlayırıq. Amma bu dəfəki materialımız həqiqətən qeyri-adidir. Hə, kifayət qədər fərqlidir. Təsəvvür edin ki, küçədə gedirsiniz və yerdə cırıq bir məktub parçası tapırsınız. Və ya kimsə telefonda danışır, siz yanından keçəndə sadəcə bircə cümlə eşidirsiniz. İnsan istər-istəməz o kiçik parçanın arxasında hansı böyük hekayənin dayandığını, qalan hissədə nələr olduğunu düşünməyə başlayır, elə deyil? Mütləq, beyin dərhal avtomatik olaraq o senarini qırmağa başlayır. Bugün edəcəyimiz də məhz budur. Əlimizdə cəmi bircə cümlə var. Çox qısa, amma intriqa ilə dolu bir sətir. Deməli, mənbəmizdə yalnız bu yazılıb. Rəvana fasilədə dedim ki, bu sənə və salam. Bəli, cümlə tam orada qırılır. Elə bil kimsə ən maraqlı yerdə, necə deyərlər, televizoru söndürüb. Düzdür. Məni ən çox maraqlandıran bu cümlənin birinci tərəfi dəsində. Niyə məhz fasilədə? Əsas hadisə, iclas vaxtı yox, məhz fasilədə deyilib. Fasilələr adətən rəsmiyyətin bitdiyi daha səmimi vaxtlar olur axı. Bax, tamamilə haqlısınız. Bunun füsuncar tərəfi odur ki, biz çox vaxt mühitin, məkanın psixologiyasını nəzərdən qaçırırıq. İclaslarda və ya ofisdə, rəsmi mühitdə olanda bizim bütün o psixoloji qalxanlarımız yuxarıda olur. Bütün müdafiə mexanizmlərimiz aktivdir. Aha, daim özümüzü müdafiə edirik bir növ. Qaydalara fokuslanırıq. Dəqiq. Amma fasiləyə çıxdığımız an, fərq etməz bəlkə bir kofe süzürük, o qalxanlar dərhal aşağı düşür. Biz daha rahat, daha müdafiəsiz oluruq. Ona görə də o sözün məhz fasilədə deyilməsi bəlkə də çox hesablanmış bir addımdır. Yox, bir dəqiqə. Siz deyirsiniz ki, bu təsadüfi bir söhbət deyil. Qəsdən seçilmiş bir vaxt ola bilər. Əlbəttə ola bilər. Məranlımatı və ya nəsə bir əşyanı ötürmək üçün qarşı tərəfin ən diqqətsiz olduğu anı seçmək çox klassik taktikadır. Çox maraqlıdır. Mən heç bunu belə taktiki gediş kimi dəyərləndirməmişdim. Amma gəlin əsas intriqaya, cümlənin sonuna keçək. Bu sənə, nə ola bilər axı bu? Bəlkə sadəcə bir qəhvə uzadıb, yaxud gizli bir sənət verib. Yaxud da bəlkə şifahi şəkildə işdən çıxarılmasını deyib. Hə, düzünü desəm bu yarımçıq sözlər adamın beynini yeyir. O sonluğu bilmək üçün mən daxili bir ehtiyac hiss edirəm. Bunun psixologiyada çox konkret bir adı var. Bu Zygarnik effektidir. Beynimiz o boşluqları, yarımçıq qalmış işləri qətiyyən sevmir və onları tamamlanmış işlərdən qat-qat yaxşı xatırlayır. Təkamül nöqteyi nəzərindən baxsaq, əcdadlarımız kolluqda qismən görünən bir pələng silueti görəndə, beyin dərhal o boşluğu doldurub siqnal verməli idi. Yoxsa sağ qala bilməzdik. Deməli, mənim o bu sənə ifadəsini tapmaza kimi qəbul etməyim əslində min illər əvvəldən qalan bir sağ qalma instinktidir. Biz bilmədiyimiz məlumatı mütləq həll edilməli bir senariyə çeviririk. Elədir. Və burada daha vacib bir nüans ortaya çıxır. Biz o boşluğu obyektiv faktlarla yox, öz daxili psixoloji vəziyyətimizlə doldururuq. O necə olur? Özümüzdən uydururuq mənzərəni? Bəli. Əgər siz, məsələn, daima şübhəçi və gərgin birisinizsə, dərhal düşünəcəksiniz ki, orada rəvana edilən hansısa gizli xəbərdarlıq idi. Yox, əgər optimist və rahat bir insansınızsa, deyəcəksiniz ki, yəqin nəsə kiçik bir hədiyyə verib. Bir növ bu yarımçıq mətin əslində bizi özümüzlə üzləşdirən bir aynaya çevrilir. Bu çox dərindir. Deməli, biz sadəcə mətni oxumuruq, öz təcrübəmizi ona proyeksiyalayırıq. Bilirsiniz, bu əslində bizi dinləyənlər üçün də mənzərəni dəyişir. Çünki indiki o böyük informasiya dövründə biz hər gün belə qırılmış şeylərlə qarşılaşırıq. Sosial şəbəkələrdə qısa bir başlıq, kiminsə kəsilmiş səsi, kontekstdən qoparılmış detallar. Aha, dəqiq vurğuladınız. Bugün kontekstin itirilməsi yəqin ki, ən böyük xroniki problemimizdir. Bizim bugün təhlil etdiyimiz o bir cümlə mükəmməl bir mikrokosmosdur. Əlimizdə fakt yoxdur, amma biz artıq neçə fərqli hekayə uydurduq. Bəli, biz çox vaxt reallığı məhdud məlumatla yox, beynimizin o boşluqları doldurmaq üçün uydurduğu ehtimallarla mühakimə edirik. Düşünürəm ki, növbəti dəfə təsadüfən belə bir dialoq parçası eşidəndə və ya onlayn mühitdə yarımçaq fakt görəndə bir anlıq dayanmalıyıq. Əlbəttə. Özümüzə sual verməliyik ki, burada real fakt nədir
və mənim beynim nə qədərini özündən əlavə edir. Bu məlumatları həzm etmək üçün əla bir tənqidi yanaşmadır. Tamamilə razıyam. Sonda sizi belə bir fikirlə baş-başa buraxmaq istəyirəm. Düşünün, bəlkə də həyatımızdakı ən səmimi, ən həlledici sözlər o səs-küylü əsas hadisələr zamanı deyil. Məhz kənara çəkildiyimiz o kiçik fasilələrdə deyilir. Bəlkə də ən vacib ipucuları elə beynimizin o sözləri necə tamamlamaq istəməsində gizlənir. İzlədiyiniz və bu araşdırmamızda bizimlə olduğunuz üçün çox sağ olun. Həmişə oxuduğunuz sətirlərin, xüsusən də yarımçıq qalanların arxasını sorğulamağa davam edin. Hələlik.